Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz izləyicilər. Hər vaxtınız xeyir olsun. İmam Sadiq əleyhissalamın şəhadəti münasibəti ilə sizlərə başsağlığı verirəm. Allah təbarək və təala bizləri dünya və axirətdə Əhl-i Beyt və Qur'andan ayrı salmasın. Bu günləri yeni bir mövzu ilə, fərqli bir mövzu ilə siz əzizlərin xidmətindəyəm. Mövzumuz İmam Sadiq əleyhissalamın müxaliflərlə davranış metodudur. Bildiyiniz kimi İmam Sadiq əleyhissalamın dövründə həm etiqadi baxımdan, həm də fiqhi baxımdan fərqli cərəyanlar, məzhəblər mövcud olub. Biz istəyirik burada etiqadi cərəyanları araşdıraq. İlk öncə İmam Sadiq əleyhissalamın dövründə hansı düşüncə cərəyanları olub, onu istəyirik araşdıraq. Daha sonra İmam Sadiq əleyhissalam bu yanlış düşüncə cərəyanları ilə müxaliflərlə necə davranıb, hansı metodlardan istifadə edib. Nəticəmiz də bu olacaq ki, biz hər hansı bir məzhəblə, istəyir bu məzhəb cərəyan, dindaxili cərəyan olsun, istər din xarici olsun, İmam Sadiq əleyhissalamdan öyrənək götürək və İmam Sadiq əleyhissalam kimi davranaq. Biz İmam Sadiq əleyhissalamın tarixinə müraciət edəndə, yaşadığı dövrə müraciət edəndə görürük ki, İmam Sadiq əleyhissalamın dövründə bəzi cərəyanlar, bəzi düşüncə cərəyanları dindaxili düşüncə cərəyanları olub, bəziləri isə din xarici. Təbii ki, din xarici düşüncə cərəyanı əgər istəsək xülasə şəklində deyək, yəni hamısını bir yerə toplayaq, olur. İndiki dövrdə ona ad vermək istəsək, ateizm adını verə bilərik. O dövrdə zındıqlar deyirdilər, dəhrilər deyirdilər və bunlar Allah təbarək və təalanın varlığını qəbul etmirdilər, məadı inkar edirdilər, nübüvvət məsələsini də tam şəkildə inkar edirdilər və bunlara dəhrilər, zındıqlar deyirdilər. İmam Sadiq əleyhissalamın münazirələri olub, söhbətləri olub. Bunlardan istəyirək araşdıraq görəsən, İmam Sadiq əleyhissalam hansı metodlardan istifadə edib. Bəzi cərəyanlar da din daxili cərəyanlar idi. Bəzi məzhəblər var idi, düşüncə məzhəbləri təbii ki, fiqhi məzhəbləri kənara qoyuruq biz. Düşüncə məzhəbləri, etiqadi məzhəblər, Qulat var idi İmam Sadiq əleyhissalamın dövründə. Onlar ki, qali idilər, İmam Əli əleyhissalam barəsindəğuluv etmişdilər, imamı Allah bilirdilər və ya deyirdilər, Allah imamda hulul eləyib, bu düşüncədə idilər. Bəziləri xəvaric idi, bəzi düşüncə cərəyanları xəvaric idi. Bilirsiniz, tarixdə belə bir cərəyan da olub, düşüncə cərəyanı. Murciə idi, hər şeyə ümid bəsləyirdi, hər nə edirsən et, Allahın rəhmətinə ümidin olsun, bu bəs eləyir. Və digər məzhəblər təbii ki, qədəriyyə var idi ki, hər şeyi Allahın, yəni deyirdilər, insan tam ixtiyar sahibi idi, Mu'təzilə, Əşərilə və digər Keysaniyyə var idi. Onlar ki, Muhammed ibn Hənəfiyyəni, İmam Əli əleyhissalamın oğlunu imam bilirdilər və digər cərəyanlar. İmam Sadiq əleyhissalamın demək olar bu cərəyanların hər biri ilə, cərəyan başçılarının hər biri ilə söhbətləri olub, münazirəli olub. Ya birbaşa bunlardan söhbət eləyib, ya da şagirdləri ilə danışanda onların haqqında söhbət edib. İmam Sadiq əleyhissalam hansı metodlardan istifadə edib? Əziz izləyicilər, əgər bu barədə geniş məlumat əldə etmək istəyirsinizsə, çünki bizim imkanımız yoxdur bu barədə geniş danışaq. Əl-İhticac kitabına müraciət edə bilərsiniz. Biharul Ənvarda bablar var bu barədə, imamların ehticacları, söhbətləri, münazirələri. O bablara müraciət edə bilərsiniz, metodları oradan çıxarış edə bilərsiniz. Yəni biz bu metodları İmam Sadiq əleyhissalamın münazirələrindən, söhbətlərindən çıxarış etmişik. Deməli, istəyirik indi metodlara işarə eləyək qısa şəkildə. İmam Sadiq əleyhissalamın metodu, ən əsas metodu əxlaq üzərində qurulan metod idi. Yəni, yumşaq davranmaq metodu.
İmam Sadiq əleyhissalam istər ateist olsun, o dövrün ateisti olsun, istər qeyri-ateist olsun, onlarla münazirə eləyəndə, onlarla söhbət edəndə hansı metoddan istifadə edirdi? Necə davranırdı? Çox gözəl əxlaqla davranırdı. Məsələn, var ki, Əl-İhtizazda da gəlib, digər yerlərdə də var, məşhur kitablarda İmam Sadiq əleyhissalamın yanına Misirdən bir ateist gəldi. İmam Sadiq əleyhissalam o ateizə müraciət edəndə bu cür müraciət edirdi. Ya əxa əhli Misr, ey Misirli qardaş. Təsəvvür edin ki, indiki zamanda bir nəfər dindar, ilahiyyatçı, bir ateistlə deyək ki, diskusiya aparır və diskusiyasında ateistə deyir ki, qardaş. Təbii ki, bu təsir göstərir və buyururlar ki, sonunda o şəxs iman gətirir, müsəlman olur. Bu gözəl əxlaqın qarşısında. Bu, Qur'an-ı Kərimin bizə etdiyi sifarişdir, göstərişdir. Qur'an-ı Kərim bizə göstəriş verir ki, hətta ən qatı dinsizlə də münazirə eləyəndə, söhbət eləyəndə gözəl əxlaqdan istifadə edir. Necə ki, Həzrəti Musa əleyhissalamla Həzrəti Harun əleyhissalam Allah təbarək və təala buyurur ki, İzhəbə ilə Firavun. Firavunun yanına gedin və qulə ləhu qavlən ləyyinən və onunla yumşaq rəftar edin. Və hətta Allah təbarək və təala Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin barəsində Qur'an-ı Kərimdə buyurur ki, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Allahın sənə olan rəhmətindən, mərhəmətindən biri də budur ki, səni yumşaq etdi. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Əgər sən daş ürəkli olsaydın, sənin ətrafından insanlar dağılışardı. Ən əsas müvəffəqiyyətin təbliğatda, diskusiyalarda, bütün sahələrdə müvəffəqiyyətin əsarı gözəl əxlaqdır. İmam Sadiq əleyhissalam bütün sahələrdə, bütün cərəyanlarla söhbət eləyəndə, mübarizə aparanda bu metoddan istifadə edib və buna riayət edib. Ən əsas budur, önəmlidir. Daha sonra biz görürük ki, digər metodlar da var. Bu artıq elmi metodlardır. İmam Sadiq əleyhissalam çox sualdan istifadə edirdi. Sual metodu. Biz də bundan istifadə edə bilərik. Məsələn, ateistə düşündürücü suallar vermək, digər cərəyanlara düşündürücü suallar vermək. Əgər belə olmasaydı necə olardı? Misal üçün, İmam Sadiq əleyhissalamın yanına bir nəfər gəldi, dedi ki, ağa, xəbəriniz var, falan ateist bir, deyək ki, o dövrün qabına torpaq yığıb, içinə də su töküb, müəyyən vaxtdan sonra qurtlar yaranır da, deyir ki, mən bunu xəlq eləmişəm, mən bunu yaratmışam, bunun Allahı mənəm. İmam Sadiq əleyhissalam buyurur ki, o şəxsə deyin, əgər onun xaliqidirsə, o zaman bizə desin, onun içində nə qədər qurd var, sayı nə qədərdir, nə qədəri erkəkdir, nə qədəri dişidir. Əgər edə bilirsə, onları başqa məxluqa çevirsin və ya onlarda dəyişikliklər yaratsın. Yəni, düşündürücü suallar verirdi. Bu metod da çox gözəl metoddur. Və əlbəttə, ən əsas metodlardan biri də İmam Sadiq əleyhissalamın məntiqi metodu idi. Ki, insanın düşüncəsini oyadırdı, təfəkkürünü oyadırdı. Ki, necə ola bilər ki, sən ya xaliqsən, ya məxluqsan. Əgər xaliqsənsə, necə ola bilər ki, özünü yaradasan, hələ yaranmamışsan. Yaranmamışdan qabaq sən özünü necə yarada bilərdin? Məntiqi, düşündürücü suallar, düşündürücü metodlar. Və digər metodlarından biri də bu idi ki, tanıtdırırdı. Bu cərəyanların, yanlış cərəyanların başçılarını insanlara nə edirdi? Tanıtdırırdı. Bu əsas metodlar idi. Təbii ki, digər biz metodlara da işarə edə bilərik. Müraciət edərsiniz, inşallah çoxlu metodlar əldə edə bilərsiniz. Əgər istəsək xülasə şəkildə deyək, İmam Sadiq əleyhissalamın metodu əxlaq və məntiq idi. Yəni, gözəl əxlaq sərgiləmək və məntiqli danışmaq. Bu iki dənə metoda biz diqqət edək. Əxlaqı riayət edək, hətta mümkündür qarşı tərəf əxlaqı riayət etməsin. Məntiqlə danışaq, tutarlı dəlillərlə danışaq. Bu imamların, o cümlədən İmam Sadiq əleyhissalamın metodu idi. Bu qədər sizə Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.